dəfəki videomu Novruz bayramı ilə əlaqədar evimizi necə bəzəyə biləcəyimizdən olacaq və biz adətən bayramda əslində buğdadan hazırlanmış səmənlərə adət etmişik ki, amma mənim adətən evdə cücərtdiyim səmənlər vəzəridən olur. Vəzərinin cücərməsi üçün müddət hardasa 6 yaxud da ki 7 günə çəkir. Vəzərinin cücərdilməsi üçün bizə müxtəlif formalı bankalar lazım ola bilər. Çalışın bankalarınız orijinal formada olsun. Düzdür, indi bu banka yox, amma məsələn bu vəzərinin cücərdildiyi banka bir qədər yumru formadadır, armudu formadadır. Uzunsov kompot butulkalarından da eləyə bilərsiniz və yaxud da başqa cür formalarda bankalarınız varsa bu daha orijinal olar. İstənilən bir şeyə, amma əsas odur ki, daxilində boşluq olsun ki, orada su yerləşə bilsin. Belə bir bankanı biz indi mumyalayacağıq, amma öncədən onu deyim ki, belə vəzəri tumları istənilən mağazalarda, yəni qoz, fındıq, buğda, nə bilim, noxud satılan mağazalarda satılır. Çox almaq lazım deyil, hardasa 200 qram, 100 qram isə tamamilə bəs eləyəcək. Adətən məsələn üçün belə bir qarışımın əldə edilməsi üçün mən hardasa 3 xörək qaşığı vəzərdən istifadə etmişəm. Necə edirik? Üstü örtülənə qədər su tökürük. Bu formada 3 saat qalandan sonra vəzəri şir, yəni su canına hopur, qəribə bir şirəli məhlul əmələ gəlir. Əslində heç də yaxşı qoxusu yoxdur, onu açıq etiraf eləməliyəm. Ancaq bu müvəqqətidir, yəni vəzəri cücərəndən sonra bu qoxu gəlmir. Bu cür qarışım alınır yapışqan. Çünki şirəsini buraxıbdır, o tam hazır formadadır ki, biz ondan istifadə edib bankanı sarıya bilək. Bankanı tam sarmaq üçün bir qat tam pambığı keçirdəcəyik üzərindən, daha sonra üstündən 3 qat bintdən istifadə edirik. Adi aptek bintlərini əldə edirik və adi pambıqdan istifadə edəcəyik. Bircə qat pambıq bəs eləyir. Pambığın yuxarı hissəsini bankanın içərisinə belə formada salırıq. Yəni biz vəzərini sulayarkən bankanın içinə su dolduracağıq. Pambıq həmin suyu bankanın içindən çəkə bilsin, sora bilsin. Pambığı bir qat sarıdım və pambığın tam təsbit olunması üçün, tam bərkiməyi üçün biz bintdən istifadə edəcəyik. Tam kip formada eləyirik ki, bankanın üzərindəki pambıq sallanıb aşağı sürüşməsin. Daha sonra yuxarını banka nə qədər qəribə formada olsa, nəticədə çıxacaq vəzəri də o qədər qəşəng görünəcək. İndi mən sadə bir bankadan istifadə edirəm. Çünki bütün bankalarımı artıq vəzəri üçün istifadə eləmişəm və bir-iki dənə bu qalır əlimin altında. Bitdi. Kəsirik və yenə də bintin də uclarını salırıq bankanın içinə. Tam kip bağlandı. İndi isə bankamızın üzərinə bu qarışımı çəkəcəyik. Bu qarışım yapışqan olduğuna görə çox asan yapışacaq. Ancaq necə çəkmək lazımdır? Cəmi bir qat çəkmək lazımdır. Misal üçün çəkirik. Özü yapışır avtomatik olaraq. Amma nə boşluq qoymalıyıq? Məsələn, tutaq ki, belə bir boşluqlar qalmalı deyil. Nə də bu cür formada üst-üstə vəzəri qalmalı deyil.
Boşluq yaransa, təbii ki, orada vəzəri olmayacaq. Cücərəndə həmin yerlər boşluq olacaq da, belə deyək, keçəl qalacaq. Amma üzərindən 2 qat vəzəri getsə, onda həmin toxumlar yetişə bilməyəcəklər, cücərə bilməyəcəklər. Üst-üstə yer tapmayacaqlar ki, yarpaqları boyatsın. Üst hissəsi var ki, hansı ki ağzıdır. Həmin yerləri də vəzəri toxumu ilə örtün. Çünki əks halda bura boş qalacaq, bütün ətrafı vəzəri olacaq. Məhz buradan da vəzərlərin boyatmaq üçün bankanın ağzını vəzəri ilə örtün. Tam hazırladıqdan sonra içərisinə su tökürük bankanın tam ağzına qədər. Və gəlir elə bir həddə çatır ki, orada pambıq bütün suyu çəkir və pambığın özü də islanır. Onu deyim ki, vəzərini çəkəndən sonra pambığın üzərinə bir damcı gözləyin. Hardasa bir 5 dəqiqə gözləyin ki, pambıqdan möhkəm yapışsın. Yəni bir balaca qurusun. Onda möhkəm yapışacaq. Dərhal sonra su töksəniz, amma ola bilər ki, su artıq olsun, axsın vəzərinin üzərindən. Onda da özü ilə bərabər, su özü ilə bərabər toxumları aşağı sürüşdürsün. Suyu doldurduq. Vəzərini gün ərzində 2 saatdan bir belə bir pulverizatorla sulaya bilərsiniz. Məsələn, bax bu formada. Bu formada. Əgər evdə deyilsiniz, işdəsinizsə, onda suyu doldurursunuz bankaya. Nəlbəkiyə su bir balaca yığılır. Onda vəzəri suyu həm nəlbəkidən, həm də bankanın içindən rahatlıqla çəkə biləcək. Amma yenə deyirəm, 7 gün ərzində, 6 gün ərzində çalışın vəzəriniz qurumasın. Günün altında saxlayırsınız, pəncərənin ağzında saxlayırsınız və mütəmadi olaraq nəzarət edirsiniz. Çünki olur ki, vəzəri günəş tərəfə istiqamətlənir yarpaqlarını. Bütün yarpaqlar belə formalaşır. Və tez-tez onun yerini dəyişin. Yəni, gah o tərəfə çevirin, gah bu tərəfə ki, bütün yarpaqlar eyni bərabərlikdə böyüsünlər. Mən vəzərimi əslində tam standart formada bu dəfə sizin üçün bəzəmişəm. Çalışın çoxlu nərgizlər qoyun vəzərinizin içinə. İstəsəniz bu cür bantları aşağıdan bağlaya bilərsiniz. Qəşəng tərtibatda gözəl nəlbəkilərdən istifadə edə bilərsiniz. Amma yenə də vəzəri yetişib, o demək deyil ki, vəzərini artıq sulamaq lazım deyil. Vəzəri hardasa bu cür formada 10 gün qalır. Çoxlu güllər də qoya bilərsiniz, yasəmən də qoya bilərsiniz, xırda qızıl güllər də qoya bilərsiniz.